Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Az öncə sizə dəhşətli xəbər verdim. Polis özünə qəsd elədi. İndi isə 5 polisin bir qıza təcavüzündən danışacağam. Dəyərli həmvətənlərim, bildiyiniz kimi TikTok'a bizi qoymurlar çıxmağa. 360'dan çox kanalımızı bağladılar. TikTok diktatorların platformasıdır. Mərkəzi Çində, Kitaydadır. Ona görə kiçik həcmli yayımlarımızı 3-4 saatlıq Haqsızlığa Susma kanalında canlı yayımların içindən cəmaat tapa bilmir insanlar. İnsanları maraqlandıran mövzular üzrə gündə xırda videolarla, balaca videolarla burada bütün hadisələri anında işıqlandıracağıq. Ona görə hər birinizdən xahiş edirəm ki, Qabil Media kanalına, bu YouTube kanalına abunə olun. Değerli həmvətənlərim, değerli soydaşlarım, deməli, bayaqları bildiyiniz kimi keçmiş dəvəçi indiki Şabran rayonunda Ərəblər kəndində anadan olan Nicat adlı polis özünə qəsd elədi az öncə. Qəsd eləmə səbəbi polis serjantı təzə keçibdi, 2 il deyil. Polis serjantı işə düzəlmək üçün böyük həcmdə faiz götürür. Və işə düzələndən sonra faizi qaytaramayanda bilirsiniz ki də faizçilər hamısı rəisə patent ödəyirlər. Rəisə tapşırıb ki faizi verəməyən adamı və sıxışdır ki faizi versin, rəis də söymək, təhqir eləmək, nələr daha nələr və polis serjantı Nicat axırda bezir, öz tabe silahı ilə rayon polis şöbəsinin tualetində buradan özünə ateş açır, alnından ateş açaraq həyatına qəsd edir. Dəyərləmə, çox dəhşətli hadisədir. Hadisə az öncə olubdu. Yenə də deyirəm, bir günah oktyabrın 15-idir. Az öncə olub hadisə. Başqa bir hadisədən danışım, bu daha da dəhşətli hadisədir. Deməli, Göygöl rayonunda 5 polis bir qıza təcavüz eləyir. Deməli, bir yol polisi serjantı Kamran adında yol polis serjantı bir kızı sevir, alladır, səni alacağım, səninlə evlənəcəm deyə bir bakirə qızı aldadır. 20 yaşından harca 18-19 yaşında kızı aldadır. Və deyir, biraz çıxaq da gəzə eləyək, bu kızı götürür, aparır, bu kızı götürür, aparır, serjant. Bilirsiniz, serjantların da yanında reis olur da, belə zabit polis olur da, bütün yol polis maşınlarında bir zabit olur, bir serjant. Deməli, bu istəmək adından Kamran adında şərəfsiz yol polisi serjantı kızı evlənmək adı ilə aldadaraq aparır reisinə bakirəliyini pozdurur. Dalıncaq özü kızı qanlı yenə də bakirəliyini, özü bakirəliyi pozulan kızı dərhal özü də əlaqəyə girir və dalıncaq post patrol maşını bunları təsadüfən görür ağaçların arasında. Post patrol maşınından da 3 nəfər tökülür. Növbə ilə bir qızı 3 post patrol, 2 yol polisindən sonra da 3 post patrol qızı növbə ilə əlaqədə olurlar. Cins əlaqədə. Və nəticə etibarilə aləm dəyər bir-birinə deyilənə görə qıza maşına minən kimi sokun içinə uyuşturucu, vazbucdatel, necə deyə, həvəsləndirici dərman qatıblar. Qız özünü bilməyibdi. Dəyərləmədə onların tərkibi narkotik olur, bilirsiniz. Yəni Göygöl rayonunda 2 yol polisi, 3 dənə də post patrol, 5 polis bir qıza təcavüz eləyir. Və nəticə etibarilə qız pis vəziyyətdə, qanı tökülə gəlir evə gəlib hadisəni danışır ayılan kimi və qızın bütün qohum əqrabaları tökülürlər polis şöbəsinə. Polis şöbəsinə tökülürlər, qırğın dava çıxır Göygöl polis şöbəsində. Xüsusilə qızın qadın qohumları daha çox tökülür. Dərhal reis Vilayət Eyvazov Daxili İşlər Nazirinə məlumat verir. Daxili İşlər Naziri təcili o 5 dənə polisin 5'ini də işdən azad eləyir. Amma pullarını alaraq
pullarını alaraq, hərəsindən 5 min, 10 min, 50 min alaraq, onların cinayətçi qaldırılıb həbsə girmələrinin qarşısını alır. Artıq cinayəti gizlədirlər, sadəcə 5 polisin işdən çıxarılması ilə cəmaatı yatızdırıb aldadırlar. Mən polis o qızı istəyən Kamranın adını öyrəndim. Kamranın. Amma Göygöldə şərəfli insanlar varsa, əlbəttə ki şərəfli insanlar var, amma bizi izləyən şərəfli insanlar varsa, o polislərin 5'inin də, qızın da adını bizə bildirməlidirlər mediaya. Yoxsa artıq bu işi bağlayırlar. O bir qıza 5 polis uyuşturucu dərman qataraq təcavüz eləyir və nəticədə o polislər işdən çıxarılır, amma cinayətçi qaldırılmır. Onlar heç biri həbsdə yatmayacaq. Belə şey olar mı Allah aşkına? Bu nətər bir ölkədir? Mən deyəndə ki bu ölkə deyil. Petukbaycandır, Cırıqbaycandır, Qancıqbaycandır. Can Azərbaycan o vaxt olacaq ki, İlham Əliyev olmayacaq ölkənin başında. Bəyənin, paylaşın, bəlkə bir Göygöldən şərəfli insan çıxa, o 5 polisin adını və qızın adını bizə deyə, bu hadisəni daha da qabardarıq. Bütün İlham Əliyev dönemində, bütün bağlanmış cinayət işləri, hamısı açılacaq. Ramiz Mehdiyevi aradan çıxardırlar. Mən sizə dedim, birini həbsdən, birini ölümlə, birini infarktdan, birini nə bilim nəylə. Hərəsini bir cürə itirəcəklər, sirri bilənlərin hamısını yox eləyəcəklər. İndi isə hələ öldürməmişdən izolyasiya eləyirlər, birdən qaçar. Bu qardaş boş-boş şeylərə fikir verməyin, gəlin canlı yayıma görün nələr deyəcəm sizə.